bura Qırqız dağlarıdır. Meydan deyilən yerdəyik. Bu ərazilər yeni təşkil olunacaq Milli Parkın əsas demək yerlərindən biri sayılır. Gördüyünüz kimi Qırqız dağlarının baş hissələri tamamilə qayalıqlardan ibarətdir. Bu dağların o biri hissələri isə Laçın ərazisinə düşür. Xocalı üzə baxanda demək bu ətəklər tamamilə sıx və qalın meşəliklərdən ibarətdir. Təxminən dəniz səviyyəsindən 1700-2000 metr yüksəkliklərdə olan bu ərazilər olduqca möhtəşəm və görməli bir yerlərdir. Baxırsınız, sol hissələrə gəldikcə, aşağı hissələrə baxdıqca sıx və qalın meşələr görünməkdədir. Biraz sola dönürük. Sola dönəndə biz uzaqda demək Xocalı olan hissələri, əraziləri görürük. Təxminən bax bu hissələrdir. Deməli, Meşəli kəndi istiqamətindən bura gəlmək mümkündür və çox çətin, keçilməz bir yollarla gəlib bura çıxmışıq. Gördüyünüz kimi bura böyük bir düzdür və meydanın düzü deyirlər. Biz indi birazdan qarşı hissələrə də gedəcəyik. Bu hissədən baxaq görək necə görünür. Bu dağın yüksəkliyində də belə bir dəmir stol var. Bu yüksəklikdə müşahidə etməkdən ötürü çox maraqlıdır.